Bugünkü dərsimiz elektrolitik dissosiasiya. Elektrolitik dissosiasiya nədir? Hüseyin oradan görməyəsən, bala. Gəl bura rahatca otur. Elektrolitik dissosiasiya nədir? Birincisi elektrolit və qeyri-elektrolit anlayışına baxaq. Elə maddələr var ki, suda məhlulları cərəyan keçirir, eləsi var keçirmir. Suda məhlulları elektrik cərəyanı keçirən maddələrə elektrolitlər deyilir. Yenə deyirəm, fizikada deyirsiniz ki, cərəyan keçirən maddələr elektrik adlanır, keçirməyən dielektrik, belə keçmişsiniz də. Amma burada elektrolit, qeyri-elektrolit adlanır. Suda məhlulları elektrik cərəyanı keçirən maddələr, plus qoyuram bax, keçirən maddələr, elektrolitlər, suda məhlulları cərəyan keçirməyən maddələr qeyri-elektrolitlər adlanır. Qeyri-elektrolitlər adlanır. İndi hansı maddələr elektrolitdir, hansılar qeyri-elektrolitdir? Diqqətlə qulaq asın, elektroliti deyirəm. Plus ya suda həll olan deməkdir. Bütün suda həll olan əsaslar. Suda həll olan əsas deyəndə nə başa düşürük? Qələvi metalların hidroksidləri və qələvi torpaq metallarının hidroksidləri. Yəni aktiv metalını da bir sözlə birini yazıram. Bütün suda həll olan əsaslar. Bütün suda həll olan turşular. Turşulardan yadınızdadır silikat və borat turşusu bir dənə çöküntüdür də. Yəni bunlardan başqa yerdə qalan turşular nəzərdə tuturam da, silikat və boratdan başqa. Bütün suda həll olan duzlar elektrolitdir. Suda həll olan duzlarda keçmişik ki, natrium, kalium, NH4-ün bütün duzları suda yaxşı həll olur. Elə deyil. Nitrat turşusunun NO3-ün bütün duzlar suda yaxşı həll olur. Xloridlərdən yalnız arginin və polium xlorid çöküntüdür. Yerdə qalan xloridlər suda yaxşı həll olur. Sulfatlardan argin və polium xlorid çöküntü olduğu kimi sulfatlar da çöküntüdür. Bir də kalsium, stronsium, barium ekvivalentli aktiv metalların sulfatları çöküntülərdir. Argentium sulfatı və kalsium sulfatı cüzi həll olur. Cüzi həll olsa da yenə də çöküntüdür. Silikatlardan, karbonatlardan, sulfidlərdən, ortofosfatların hamısı çöküntüdür. Natrium, kalium, NH4-dən başqa. Bir də deyirəm, suda məhlulları cərəyan keçirən maddələrə elektrolitlər deyilir. Suda məhlulları cərəyan keçirməyən maddələrə qeyri-elektrolitlər deyilir. Bəs elektrolitlər hansılardır? Bütün suda həll olan əsaslar, bütün suda həll olan turşular, bütün suda həll olan duzlar. Başqa yox, bunlardan başqa heç nə cərəyan keçirmir. Yəni oksidimi deyək, nə bilim digər maddələr mi deyək, glikoza, spirt, alkan, malkan, heç nə. Suda həll olan əsas, suda həll olan turşu, suda həll olan duz elektrolitdir. Amma qeyri-elektrolitlər bunun əksinə suda həll olan əsas bura aiddirsə, çöküntü halında olan əsas, çöküntü halında olan turşu, yəni silikat və borat turşusu, çöküntü halında olan duz, oksidlər, su, glikoza, saxaroza, spirt, alkan, aldehid, keton. Yəni bir sözlə bunları çıxırsan, yerdə qalan nə maddə adı verilsə, hamısı qeyri-elektrolitdir. Bütün çöküntülərdir, qazdır, sudur və bunlar olmayan spirt, glikoza, saxaroza, nişasta hamısı qeyri-elektrolitlərə aiddir. Aydın oldu? Deməli, biz deyirik ki, suda məhlul cərəyan keçirsə elektrolit adlanır. Məsələn, bax, xörək duzu suda yaxşı həll olan maddədir, elə deyil. Axı deyirik, suda həll olan duz, suda həll olan əsas, suda həll olan turşu elektrolitdir. Suda həll olan duz xörək duzu. Desəm, xörək duzu ərintidə cərəyan keçirirmi? Bəli, ərintidə cərəyan keçirir. Məhlulda cərəyanı keçirir. Amma xörək duzu bərk halda cərəyan keçirmir. Yəni deyirsiniz ki, testə düşəndə ki, axı deyirik, suda həll olan əsaslar, suda həll olan duzlar cərəyan keçirir. Xörək duzu suda həll olur da, hə, cərəyan keçirir. Xörək duzu suda məhlulunda cərəyan keçirir və yaxud ərintisində cərəyan keçirir. Bərk halda cərəyan keçirmir. Aydın oldu? İndi keçək nəyə? Birinci elektrolitlərdən danışıq. Elektrolitlərdə qüvvətli elektrolit və zəif elektrolitlərə bölünür. Düzdür, orta qüvvətli elektrolitlər də var, amma testlərdə görməmişik ki, orta qüvvətli elektrolitlər haqqında nəsə istəsin. Qüvvətli elektrolit, bir də zəif elektrolitlər barəsində düşür. Qüvvətli elektrolitlər, bir də zəif elektrolitlər yazaq, bir də qeyri-elektrolitlərdə bayaq dedik. Qüvvətli elektrolit nədir? Bütün qüvvətli turşular, bax, qüvvətli turşu nədir? Perxlorat, hidrolizdə də keçdik. Sulfat, nitrat, xlorid, bromid, yodid. Elə deyil. Qüvvətli turşular qüvvətli elektrolitlərdir. Sonra qüvvətli əsaslar, yəni
qələvilər demək istəyirəm də, qələvi bilin yazım. Kalium OH, lityumun, natriumun, kalium, rubidium, sezium, fransium, kalsium, stronsium, bariumun hidroksidi qüvvətli əsasdırmı? Qüvvətli əsaslar qüvvətli elektrolitdir. Və bütün suda həll olan duzlar hamısı qüvvətli elektrolitlərə aiddir. İstənilən suda həll olan duz yazım. Natriumun bütün duzları, NO3 olanın hamısı elə deyil. Suda həll olan duzlar hökmən elektrolitdir, eləmə. Amma qeyri-elektrolitlər dediyimiz kimi bütün qazlardır, bütün çöküntülərdir. Məsələn, birini yazıram, sudur, glikozadır, saxarozadır və s. Və zəif elektrolitlər hansılardır? Zəif turşular zəif elektrolitlərdir. Zəif turşu deyəndə H2S, H2SO3, H2CO3, üzvü turşular tərkibində COH olanlar. İndi deyərsiniz ki, silikat turşusu, silikat zəif turşudur. Amma silikat turşusu zəif turşu olsa da zəif elektrolit deyil. Niyə? Silikat turşusu çöküntüdür. Çöküntü halındadırsa, suda həll olmur axı. Deməli o qeyri-elektrolitdir. Cümləni bir də deyirəm. Elektrolit odur ki, suda məhlulu cərəyan keçirirsə elektrolitdir. Bütün suda həll olan əsas, suda həll olan turşu, suda həll olan duzlar elektrolitdir. Amma suda məhlulu cərəyan keçirməyənlər qeyri-elektrolitdir. Qeyri-elektrolitlər nədir? Qazdır, sudur, çöküntüdür. Nişasta, glikoza, saxaroza, spirt, aldehid, keton, alkan nə keçirirsə bunlar. Elektrolitlərdə dissosiasiya dərəcəsi, birazdan izah edəcəm dissosiasiya nə deməkdir. Dissosiasiya dərəcəsi 30%-dən yuxarı olanlar qüvvətli elektrolitdir. Qüvvətli elektrolitlərə qüvvətli turşular, yazdıq nələrdir? Qüvvətli əsaslar və suda həll olan duzlar qüvvətli elektrolitdir. Zəif turşu zəif elektrolitdir. Amma H2 silisium OH zəif turşudur. Amma zəif elektrolit deyil. Çünki çöküntüdə axı, çöküntü olduğuna görə qeyri-elektrolit sayılır. Aydın oldu? İndi keçirik elektrolitik dissosiasiya. Dissosiasiya maddələrin, daha doğrusu elektrolitlərin iyonlarına parçalanmasıdır. Baxın, bir maddə elektrik cərəyanı keçirir. Deyək ki, bu maddə cərəyanı keçirmir. Mən cərəyan verəndə bu elektrik cərəyanı keçirməyən maddə, yəni qeyri-elektrolitdə heç bir dəyişiklik baş vermir. Cərəyan keçirmir də bu maddə. Amma bu maddə elektrolitdə cərəyan keçirəndir. Mən buna cərəyan verəndə bu verdiyimiz cərəyanın təsiri nəticəsində başlayır iyonlarına parçalanmağa. İyonlarına parçalanma dissosiasiyadır. Amma iyonlar yenidən birləşir. İyonların birləşməsi assosiasiyadır. Dissosiasiya dönəm prosesdir. Həm iyonlara parçalanma gedir, həm iyonların birləşməsi assosiasiya gedir. Deməli, elektrolitik dissosiasiya nədir? Elektrik cərəyanının təsiri nəticəsində elektrolitlərin, elektrolit nə idi? Suda məhlul cərəyan keçirən maddə. Elektrolitlərin iyonlarına parçalanmasına dissosiasiya deyilir. Hansı maddələr dissosiasiya etməz sizcə? Hansı maddələr dissosiasiya etməz? Çöküntü. Cərəyan keçirməyənlər, yəni qeyri-elektrolitlər. Yəni qazlardır, sudur, çöküntüdür, nişasta, glikoza, saxaroza, aldehid, alkan və s. Aydın oldu? Axı biz deyirik ki, cərəyan verəndə bu cərəyanın təsiri ilə elektrolitlər iyonlarına parçalanır. Elektrolit nə idi? Cərəyan keçirir. Keçirir ki, iyona parçalanır da. Amma bu birinə cərəyan verilir, cərəyan keçirmir. Qeyri-elektrolitlər cərəyan keçirmir. Gərək cərəyan keçirsin ki, iyonlarına parçalansın. Dissosiasiya baş versin. Yəni, hansı maddələr dissosiasiya etmir? Qeyri-elektrolitlər. Cərəyan keçirmir axı. Amma cərəyan keçirənlər elektrolitlər iyonlarına parçalanır. İyonlarına parçalanma dissosiasiya adlanır. İndi bir dissosiasiya parçalanmaqlara baxaq. Dedik ki, elektrolitlər dissosiasiya edir. Elektrolit də nədir? Suda həll olan əsas, suda həll olan turşu, suda həll olan duzdan danışacağıq. Birinci keçək turşulardan. Məsələn, bu bir əsaslı turşudur. Bu iki əsaslı turşudur. Bu üç əsaslı turşudur. Bunu yazın. Bu H3PO3 iki əsaslı turşudur, elə deyil. Bunu yazın. H3PO2 bir əsaslı. Turşunun tərifini deyəndə nə deyirik? Bax, məsələn, H-xlor, uçqan elmə, HNO3, H2SO4, H3PO4. İçində nə var? H və turşu qalığı var da. Yəni, nə demək istəyirəm? Turşunun tərkibində hidrogen və turşu qalığı varsa, turşuya biz cərəyan verəndə o nəyə parçalanacaq? Metal əmələ gətirməyəcək. Əlbəttə, hidrogen və turşu qalığına parçalanar da dissosiasiya eləyəndə. Yəni, iyonlarına parçalananda bütün turşular dissosiasiya eləyəndə suda həll olan turşulardan gedir söhbət. Çöküntü zaten cərəyan keçirmir. Bütün suda həll olan turşulara cərəyan verəndə başlayır dissosiasiya eləməyə. Nə əmələ gətirir? Turşunun içində nə var? Hidrogen var, bir də turşu qalığı var da. Yəni, turşular dissosiasiya eləyəndə kation olaraq hidrogen,
Anion olaraq isə turşu qalığı əmələ gətirirlər. Turşu qalıqları anionlardır da. Dediyimizi yazın. Və bir əsaslı turşudurmu? Bir mərhələdə dissosiasiya eləyir. H xloru və bir mərhələdə. Dissosiasiya eləsəm kation olaraq hidrogen, anion olaraq isə turşu qalığı əmələ gətirir. Yəni siz buna H2+ xlor 2 yazmırsınız ha. Reaksiyalarda hidrogen 2 atomludur. H2+ xlor 2 yazarıq da reaksiya. Reaksiya yox, iyonlarını parçalamada iyon ətəyinə heç vaxt 2 düşmür. H müsbət və xlor mənfi alınır. Turşu dissosiasiya eləyəndə kation olaraq hidrogen, anion olaraq isə turşu qalığı əmələ gətirir. Bir əsaslı turşudurmu? Demək ki, bir mərhələdə dissosiasiya etdi. Gələk bura. H2SO4. Turşudur da. Turşu dissosiasiya eləyəndə nə alınmalıdır? Hidrogen, bir də turşu qalığı. Bir dənə hidrogeni ayırıram, bir dənə hidrogeni qopartdım. Yerdə nə qaldı? HSO4. Axı turşudan bir hidrogeni qoparmışam, ona görə bir mənfi. İndi mən tamamilə turşu qalığına bölməliyəm də. HSO4 mənfini də yenə hidrogenin ayırım. H müsbət, üstə gəl, SO4, buraya H2SO4-dən ikisi qoparılıb. Всё. Turşunu hidrogenə və turşu qalığına böldüm. Durub SO4-ü S və O yazada bölmürəm. Turşunu hidrogenə və turşu qalığına böldüm. Bunu bir mərhələdə yazsam, H2SO4-ü dissosiasiya etsəm neçə dənə H alınar? 2. 2 dənə H alınar. H2 yazmıram ha. İyon şəklində heç vaxt aşağıda 2 olmur. 2 dənə H alınar və neçə dənə SO4 var? Bir dənə. Bir dənə SO4 var. SO4-ün də 2 mənfidir. Görürsünüz, 2 əsaslı turşular 2 mərhələdə dissosiasiya edir. Hidrogenin birini qopar. Nə qaldı yazdım. Yenə hidrogen bundan da həmin hidrogenin birini qopar. Nə qaldı yazdım. Şu qutardı. Və birbaşa belə yazıram. 2 dənə H alınır, bir dənə SO4. Desəm ki, sulfat turşusunun 1 molun içində cəmi neçə iyon var? Bu 1 molun içində cəmi neçə iyon var? 2 dənə. 3. 2 2 dənə hidrogen var. Bir dənə anion var, yəni turşu qalığı var da. Cəmi 3 iyon var. Testə verilir. 2 mol bunun dissosiasiyasından cəmi neçə iyon əmələ gələr? 6. Axı 1 molundan 3 dənə iyon alınır. 2 molundan 6 iyon. 2 mol bu dissosiasiya eləyəndə cəmi neçə kation əmələ gələr? 4. Kation. Kation budur da. Birinci sual çatmadı mənə. Məsələn deyirəm ki, 2 mol dissosiasiya eləyəndə cəmi neçə iyon alınır? Bu 1 mol dissosiasiya elədi. Cəmi neçə iyon alındı? 2 dənə hidrogen, bir dənə SO4 alındı. 3 dənə. 1 molundan 3 dənədir. 2 mol dissosiasiya eləyəndə cəmi 6 iyon. Yuxarıda da 2 dənədir. Bunu yox, mən sən testdə belə H2SO4-ün 2 molu dissosiasiya eləyəndə sən birbaşasını yazırsan. Birbaşa yazır. Mən yazmışsa 1 mol oldu. Yox, bunu yazmıram. Birbaşa bunu yazıb bundan hesablayıram. Amma deyilsə ki, H2SO4 dissosiasiya eləyəndə birinci mərhələdə hansı anion alınır? Birinci mərhələdə H çıxar, HSO4 anionu alınır. Bayaq dediniz neçə bir dənə anion var. Məsələn, mən deyir ki, 2 mol H2SO4 dissosiasiya eləyəndə cəmi neçə kation alınır? 1 molundan 2 dənə kation alınır. Bu kationdur da. 2 molundan da 4 dənə kation alınır. Bir sözlə 2 əsaslı turşular 2 mərhələdə dissosiasiya edir. Bu da qutardı. H3PO4-ü yazın buradan. 3 əsaslıdır mı? 3 mərhələdə eləməlidirmi? Hidrogenin bir dənəsini qoparıram. Yerdə nə qalır? Mənfi. H2PO4 mənfi turşudan bir hidrogen qoparmışam. Yenə yazıram. H2PO4 mənfini iyonlarına parçalasam, yəni dissosiasiya eləsəm. Bir dənə hidrogeni qoparım. Nə qaldı? HPO4. HPO4 turşusundan H3PO4-dən 2 hidrogen qoparmışam, 2 mənfi. HPO4-ü 2 mənfinin yollarına parçalasam nə alınar? H müsbət və PO4 3 mənfi. Всё qutardım. 3 əsaslı turşu 1, 2, 3 mərhələdə dissosiasiya elədi. Birbaşa yazsam, desəm H3PO4-ü dissosiasiya eləsəm cəmi neçə iyon alınır? 4. 4. 3 dənə H alınır, 3 dənə kation alınır, 1 dənə PO4 alınır. Turşusundan 3 hidrogen qopardığıma görə 3 mənfi. 3 əsaslı turşular 3 mərhələdə dissosiasiya Yəni eləyir. əmsalların cəmi kimi düşünürük. Hə də, hə, 3 dənə hidrogen var, bir dənə də PO4. Yəni deyirsən axı bura H2 yazaq. Reaksiya deyil ki, reaksiyalarda hidrogeni H2, O2, N2 belə yazırıq. Bu reaksiya deyil ki, iyonla parçalanmada 2 zad yazılmır. 2 əsaslı turşudurmu? 2 mərhələdə dissosiasiya eləməlidir. H-ın birini qoparaq. Nə qaldı? HPO3. H2PO3. Bir dənə hidrogen qoparmışam, bir mənfi. İndi bunu H2PO3 mənfini, bir dənə hidrogenini qopar. Nə qaldı? H2PO3, 2.
HPO3 2 mənfi. Uje. Bunu qopara bilmərəm. Axı bu içindəki hidrogenlərdən biri bəzəyi idi demişdik. O bəzək hidrogendə mən bunu durub HPO3-ü götürüb ayıra bilmərəm. Deyirəm, o əvəz olmaq qabiliyyətinə, iyonlarını parçalamaq qabiliyyətinə malik deyil. O elə bir ki, bəzəkdir, hidrogen deyil. İki əsaslı turşu 2 mərhələdə dissosiasiya elədi. Buna baxın. Bir əsaslıdır mı? Əlimə baxın. Yazacağım H müsbət üstə gəl. Bir dənə hidrogeni qopartdım. Nə qaldı? H2PO2 mənfi. Mən bunu parçalaya bilmərəm. Burada bir əvəz olmaq qabiliyyətinə malikdir. İkisi bəzəkdir. Mən də o hidrogenləri dissosiasiya eləyə bilmərik. Aydın oldu nə dedik? Deməli, turşuların tərifi nədir? Turşunun içində nə var? Hidrogen var. H-flor, H-hidrogen və turşu qalğı. Deməli, turşunu dissosiasiya eləsəm nə alınacaq? Kation olaraq hidrogen, anion olaraq turşu qalğı əmələ gətirər. İçində nə varsa onu əmələ gətirər. Durub metal əmələ gətirməz ki. Turşu neçə əsaslıdırsa, dissosiasiya mərhələsinin sayı həmin rəqəmə bərabərdir. 3 əsaslı turşular 3 mərhələdə dissosiasiya edir. 1 əsaslı turşular 1, 2 əsaslı turşular 2 mərhələdə dissosiasiya edir. İndi bizə deyir ki, bax 3 mərhələdə elədi də. 1, 2, 3. Hansı mərhələ daha güclüdür? Ən güclü mərhələ birincidir. Bir mənfi yazılan birinci mərhələdir. Bu ikinci mərhələ, bu da ən axırıncı üçüncü mərhələ. 3-dən sonra getmir də, dissosiasiya zəifləyir, getmir. Ən güclü mərhələ hansıdır? Bir mənfi yazılan, yəni birinci mərhələ. Güclü dissosiasiya ilə bir dəfə, iki dəfə, üç dəfə elə bilin ki, yorulur da, reaksiya qurtarır. Aydın oldu. Testlərdə iyonlar verilir, bax. Bu verir, məsəl üçün, bu verir, bu verir. Deyir, bunlar verilib, deyir, dissosiasiyanın çətinləşmə anını göstərin. Yəni, güclü dissosiasiyadan çətinə doğru get. Güclü dissosiasiyadan. Birinci ən güclüdür də. Çətinləşmə prosesini yaz. 2, 3. 3'ə doğru gedəndə 3'də dissosiasiya zəifləyir. Turşulardan kimin nə bilmədiyi qaldı. Sonra baxın, silikat turşusu neçə mərhələdə dissosiasiya eləyər? 1. Təfəvvüz haqqı. Silikat və borat çöküntüdür. Dissosiasiya etməz. Qazlar, su, çöküntülər, nişasta, glikoz və saxaroz azad bunlar da dissosiasiya etmir. Biz axı deyirik ki, dissosiasiya necə maddələr eləyir? Suda həll olan yoxsa həll olmayan? Suda həll olan maddələrə mən cərəyan verirəmsə, həmin suda həll olan maddə iyonla parçalanır. Suda həll olmayan maddə çöküntülərdir, qazdır, sudur, nişastadır. Bunlar cərəyan keçirmirlər. Cərəyan keçirməsə də əlbəttə ki, iyonlarla parçalanmayacaq. Yəni dissosiasiya etməyəcək. Dissosiasiya iyonlarla parçalanmadır. Bu isə çatdı. Bu turşuların dissosiasiyası. İndi keçək əsasların dissosiasiyası. Turşu əsas tut. 3 dənə dissosiasiyamız var. Əsas nədir? Metal və OH. Həmçinin hansı əsasdır ki, metalı yoxdur, zəif əsasıydı? NH4 OH. Zəif əsasdır da. Duzu göstər deyəndə ya metalla turşu qalğı olmalı, ya NH4 ilə turşu qalğı. Əsas da ya metalla OH, ya NH4 ilə OH deməkdir. Əsasın içində nə var deməli? OH və metal, elə deyil. Və yaxud NH4 və OH. Deməli, əsas dissosiasiya eləyəndə nə alınır? Metal və OH alınır da. Başqa nə var? Turşu qalğı var içində bəyəm. Turşu qalğı necə alınsın ki? Yox. Baxa, bir turşulu əsas yazıram. 2 turşulu əsas yazırıq. 3 turşulu əsas yazırıq. Deyir, bunların dissosiasiya mərhələlərini yazın. Bir turşulu əsaslar bircə mərhələdə dissosiasiya eləyir. Kation olaraq nə alınır? Metal. Anion olaraq isə hidroksil qrupu əmələ gətirirlər. Deməli, bir turşulu əsas, bax siz nə ilə qarışdırmayın ha? Biri var ki, ay bala, biri var sual versinlər ki, natrium hidroksid parçalananda nə alınır? Deməli ki, qələvidir. Qələvlər parçalanmır axı. O reaksiya ayrı şeydir ha. Natrium hidroksid parçalananda nə alınır? Heç nə. Qələvi parçalanmır. Amma bir də var deyirəm, natrium hidroksid iyonlarına parçalananda və yaxud natrium hidroksid dissosiasiya edəndə nə alınır? Dissosiasiya iyonlarına parçalanmadı da natrium müsbət və OH mənfi. Görürüz, əsas dissosiasiya eləyəndə kation olaraq natrium, metal, anion olaraq hidroksil qrupu əmələ gətirirlər. Bir turşulu əsaslar bir mərhələdə dissosiasiya edir. Belə çıxır ki, 2 turşulu əsaslar 2 mərhələdə dissosiasiya edər. OH-ın birini ayırıram. OH-ın yükü həmişə mənfidir axı. Yerdə nə qaldı? Birini ayırdım. Kalsium OH. Kalsium OH əgər bu müsbətdirsə, bu mənfidirsə, bu müsbət olacaqdır. Yollardan biri müsbət, biri mənfi olur.
İndi kalsium OH-ı da tamamilə ayıraq da metal və OH-a. Kalsium neçə valentlidir? 2 üstə gəl. OH da həmişə bilirik ki, bir mənfidir. İki turşulu əsas 2 mərhələdə dissosiasiya edir. Birbaşa yazsam, sizcə yazmadan bunun 1 mol dissosiasiya eləyəndə cəmi neçə iyon əmələ gələr? 2. Niyə? Bir dənə kalsium alınar, 2 dənə Dissosiasiya. OH. Deyirəm ki, bunun 1 mol dissosiasiya eləsə cəmi neçə iyon alınır? 3 iyon alınır. Necə bilirəm? Bax, bunu bütöv birbaşa yazsam. Bir dənə kalsium alınır, dənə 2 OH. müsbət və 2 dənə də OH alınır. OH-ın həmişə yükü mənfidir. 1 mol dissosiasiya eləyəndə cəmi 3 iyon əmələ gəldi. Bax, burada da yazanda da görsən də 1, 2, 3. Da buna 4 demirəm də, eyni şeydir. Elə yazmamış, elə belə yaz. Mərhələ neynirsən ki? Prosta bil ki, bu 2 turşulu əsaslı 2 mərhələdə dissosiasiya eləyir. Amma reaksiyalarda biz belə yazacağıq. Bir dənə kalsium alınır, 2 dənə OH alınır. İndi dəmir 3 hidroksid neçə mərhələdə dissosiasiya eləyər? 3. 3 güllə girməsin 3 gözünə. illə gitmez. Hə, çəkin. Aktiv metalların hidroksidləri suda yaxşı həll olur. Suda həll olursa cərəyan keçirir də. Bu az aktiv metalların hidroksidləri çöküntülərdə axı bu çöküntü nəyə dissosiasiya eləsin? Dissosiasiya adı çəkməsəm. Desəm ki, kalsium hidroksid parçalansa nə alınır? Deyərsən qələvidir. Qələvi. Parçalanmır. Amma bu parçalansa nə alınır? Dəmir 3 valentlidir. Dəmir 2O3, yəni dəmir 3 oksid və su alınır. Parçalanma başqadır. İndi gələk dissosiasiyaya baxmağa. Qələvlər suda həll olanlar iyonla parçalanır da. Suda həll olmayan çöküntüdür. Yəni bu 3 turşulu əsasdır deyib 3 mərhələdə dissosiasiya edir desək səhvdir. Bu dissosiasiya eləməz. Yəni bunun içində cəmi neçə iyon var? Bunun içində heç bir dənə də iyon yoxdur. Deyə bilməzsən ha, bir dənə dəmir var, 3 dənə iyon var, 3 dənə OH var, cəmi 4 iyon var. Yox. Bax bunun içində cəmi neçə iyon var? 1 kalsium var, 2 dənə də OH var. Cəmi 3 iyon var. Amma bunun içində iyon yoxdur. Çöküntü daxil iyonlarına parçalanmır. Aydın oldu bu hissədə. İndi keçirik duzların dissosiasiyasına. Duzlar da 5 yerə bölünür, değil mi? Duzlar da 5 yerə bölünür, değil mi? Bəli. Normal, 2 qat, turş, əsasi və qarışıq. Duzlardan hansı duzlar bir mərhələdə dissosiasiya edir yazıram. Bax 1. Bir əsas. Oradan görünür. Hə. Yox. Normal duzlar. Bax normal duz. İkinci 2 qat duz. Üçüncü qarışıq duz. Qarışıq. Bunlar bir mərhələdə dissosiasiya edir. Amma hidro nə idi? Turş duzu idi, elə deyil. Amma turş duzlar, bir də hidroksi olan nə idi? Əsasi duzlar mərhələli dissosiasiya edir. Mərhələli nə deməkdir? Bax, hidro olanda turş duzu idi mi? Elə deyil. Hidro turş duzlar 2 mərhələdə dissosiasiya edir. Dihidro turş duzlar 3 mərhələdə dissosiasiya edir. Hidrokso əsasidir axı. Əsasilər 2, dihidrokso əsasilər 3 mərhələdə dissosiasiya edir. Yəni demək istəyirəm ki, hansı duzlar mərhələli dissosiasiya edir? Hidrokso olanlar. Yəni hidro nə idi? Turş duzlar. Hidrokso nə idi? Əsasi duzlar. Turş duzlar və əsasi duzlar mərhələli dissosiasiya edir. O deməkdir ki, bir mərhələdə eləmir. Yerdə qalan duzlar bircə mərhələdə eləyir. Normal 2 qat qarışıq duzlar bircə mərhələdə eləyir. Hidroturş duzlar, bax bəzən uşaq qarışdırır ki, mələk. Deyir, hidroda yəqin bir mərhələdə eləyir. Dihidro, deyirəm axı 2 mərhələdə. Yox. Axı turş duzlar mərhələli eləyir. Bir mərhələdə heç vaxt ola bilməz. Hidroturş duzlar 2, dihidrolar 3 mərhələdə. Hidrokso əsasilər 2, nəzr et. Dihidrokso əsasilər 3 mərhələdə dissosiasiya edir. Dediyimizi yazaq. Bax, natrium xlor, alüminium sulfat, kalsiyum xlorid, kalsiyum CO3, baryum SO4. Birinci normal duzlar. Qulaq asın. Bu normal duzlardır da. Fikir verin, metal atomu və turşu qalığı var. Turşudakı hidrogen yoxdur. Hamısı əvəz olunub da metalla. Normal duzlar bir mərhələdə dissosiasiya edir. Duzun içində nə var? Metal və turşu qalığı var da. Kation olaraq metal, anion olaraq isə turşu qalığı əmələ gətirir. Yəni bu 1 molu dissosiasiya eləyəndə cəmi 2 iyon alınır. 1 mol natrium, 1 mol xlor, cəmi 2 iyon alınır. Bəs bunu 1 molu dissosiasiya eləsə cəmi neçə iyon alınır? 5. 2 dənə alüminium, elə deyil, 3 dənə də SO4. Bircə mərhələdə dissosiasiya eləyir. Bircə mərhələ odur ki,
Neçə dənə alüminium alınır? 2 dənə alüminium. Alüminium 3 valentlidir mi? Yükü 3 müsbət. Üstə gəl. 3 dənə də SO4 alınır. SO4-ün də yükü 1 ilə 2 mənfidir də. Cəmi 5 iyon alındı. Yəni qarışdırmayın ki, mən alüminiumun birini çıxarım, götürüm yazım belə, sonra ona. Yox. Normal duzlar bircə mərhələdə dissosiasiya eləyir. Metalı ayrı ayırdım. 2 dənə alüminium, turşu qalığını ayrı. Bu dissosiasiya eləyəndə cəmi neçə iyon alınır? 3. 3. Bir dənə kalsiyum, 2 dənə xlor, elə deyil. Yazaram ki, bir dənə kalsiyum alınır, 2 dənə xlor, cəmi 3 iyon. Bu dissosiasiya eləyəndə cəmi neçə iyon alınır? 4. 2. Çöküntüdür. Ay bala, CO3'lərdən natrium kalium NH4-dən başqa bütün CO3'lər, bütün PO4'lər, bütün silikatlar, bütün sulfidlər çöküntüdür. Deməli, bu neçə mərhələdə dissosiasiya eləyər? Eləməz vəbşə. Bunun içində iyon deyilən şey yoxdur. Asadır. Bildin? Bəli. Həyat sarvatlar kimi elədir, gözü. Sonra BaSO4'də. 2. Çöküntüdür. Çöküntüdür. SO4'lərdən kalsiyum həm hətta deyirik ki, bəzən uşaq buna deyir BaSO4. Basılır, ay müəllim sıxılır o vaxt oxumayan uşaq. Sıxılır, dibdə qalır. Deyirəm elə şey deyil, amma indi el adlandırırdı. BaSO4 çöküntüdür, barium sulfat. Çöküntüdür, çöküntülər də bilir ki, dissosiasiya etmir. Yəni bunun içində iyon yoxdur. Bildim. Desəm onun içində neçə dənə iyon var? Yoxdur. Yoxdur. Yox. Çöküntüdə iyon yoxdur. Qaz, su, çöküntüdə, nişastada, saxarozada, glikoza, spirtlər iyonla parçalanmır, qeyri-elektrolitdir. Aydın oldu? Deməli, normal duzlar bircə mərhələdə dissosiasiya elədir. Bu çatdı bizə. İndi qoy birini saxlayayım normal duzun, o birislərdən silim. İndi 2 qat duz nə deməkdir? 2 Yəni qat duz nə deməkdir? 2 dənə 2 dənəsi 2 müxtəlif metal, bir dənə turşu qalıq olur da. Bircə mərhələdə dissosiasiya edir. Deməli, kation olaraq 2 dənə müxtəlif metal əmələ gətirir. Anion olaraq bir dənə turşu qalıq əmələ gətirir. Mənə baxın. Məsələn, natrium 2, kalium, PO4. 2 qat duzdur da bu. Nə alınır? Neçədən natrium var? 2 ədəd. 2 dənə natrium. Neçədən kalium var? 1 ədəd. Bir dənə kalium. Neçədən PO4 var? 4 ədəd. Ay bala, PO4-dən neçə Bir dənədir? dənə. Bir dənə. PO4-ün yükü də nə olmalıdır? Nə olmalıdır? İşte eləmə. H3PO4-dən mənə 3 mənfi çıxarılıbdır. Ona görə 3 mənfi yazılır. Yəni desəm ki, bunun 1 molu dissosiasiya eləsə cəmi neçə iyon alınır? 2 dənə bundan alınır, bir dənə bundan, bir dənə bundan. 4 dənə iyon alınır. Və yaxud bunun 1 molu dissosiasiya eləsə cəmi neçə kation alınır? Kation 2 natrium və 1 kalium. Cəmi 3 dənə kation alınır. O birisi aniondur. Baxırsan da sualda nə istəyir ona baxırsan. Yoxsa belə bax. Birdən 2 molunu istəsə 1 molunu bildin, 2 molu 2-yə vururuq. Qarışıq duz nə deməkdir? Bir metal, 2 İki dənə müxtəlif turşu. turşu qalığı varmı? Turşu qalıqlarda demişdik ki, anionlardır. Deməli, qarışıq duzlar dissosiasiya eləyəndə kation olaraq bir metal, anion olaraq 2 müxtəlif turşu qalığı əmələ gətirir. Dediyimizi yazaq. Kalsium xlor nitrat. Alınar bir dənə kalsium, kalsiyuma ekvivalentlidir. Ona görə 2 müsbət. Üstə gəl xlor mənfi. Niyə? H xlor yazılır da 1 hidrogen çıxarılıb. Bəs NO3-ün yükü nə yazaq? Mənfi 2. Mənfi. Ay bala. HNO3-də 1 hidrogen çıxarılır. Mənfi. Normal 2 qat qarışıq duzlar bircə mərhələdə dissosiasiya edir. Aydın oldu? Bəli. Amma hidrokso, yəni turş duzlar və əsasi duzlar mərhələli dissosiasiya eləyir. Hidroturş duzlar neçə mərhələdə dedik? 2. Yəni onlar bir ola bilməz, mərhələli deyil yaxı. Dihidroturş duzlar 3. Hidroksi əsasilər 2. 2 dihidroksi əsasilər 3. Bax, indi dediklərimizi yazaq. Bura qədər çətin deyil uşaqlar. Nəzərin çətin gəlmir? Bax, məsələn deyirsən, dərsimə gəlməyin filan sonra gəlib öyrənərəm. Təsəvvür elə ki, bu duzlar dərsində olmamısan. Ha başa sallıq 2 metal deyilsin, ay mən burada niyə 2 metal, niyə o birisində 2 turşu qalığı? Amma qaydanı oradan bilirik, içində nə var bilirik. İçindəkilər alınanda başqa heç də olmaz. Dərsizahımız var da dinləyəcəkdim. Səfər haqqı, dərsə gələ-gələ öyrənmir, evdə oturub Gizli öyrənir. fanatımız var. Bir şey mənim xəbərimiz yoxdur. Deməli, gəl bax. Məsələn, bu necə duzdur bax? Natrium 2 HPO3, natrium H2 PO3, natrium H2 PO4. Bu necə duzdur? Duzun tipini deyin görək. Mən sən deyir ki, bu neçə mərhələdə dissosiasiya eləyir. Mən gərək bilim ki, Hidroksodda 2 mərhələdə. mən gərək bilim ki, əgər duz normal 2 qat qarışıq duzsa bir mərhələdə eləyir. Turş və əsasidirsə mərhələli eləyir. Yəni bu duzun hansı tipidir?
Nerede normal sigara? Yok Turş, yok. turş, turş, turş. Turştu. Niyə ki, ay bala? P3 hansı turşudan götürülür? H3. H3. H3 P3'dən 2 əsaslıdır, ikisi də əvəz olunub. Ha. Bu necə duzdur? Normal Normal. da. Normal duzlar bircə mərhələdə dissosiasiya edilir. Bircə mərhələ nədir? Bay yazacağam. 2 dənə natrium alınır və bir dənə HPO3 alınır. Elə deyil? Bu alınır da başqa nə alınır? 2 valentlidir, 2 mənfi. Belə yazacağıq. Yəni daha durub mən HPO3-ü ayırım, H müsbət PO3 məvzad eləmirəm ha. Normal duz bir dənə mərhələdə dissosiasiya elədi, qurtardı getdi. Bu normal duz. Bu necə O da duzdur? normal. O da normaldı. Turş. 2 Necə turş duzdur? Hidromu, dihidromu? Ha. Hidro. Dihidro turş mən. Dihidro. Aynen normal doz değil, o da H3PO3 kimidir. Səhvdir. O turş düzü mən. Al turş tuzlu da. Turş duzdur. Baxın. PO3 H3 PO3-dən götürülür. Əsas. Neçə əsaslıdır? 3 əsaslı. 2 əsaslı. 2 əsaslıdır. İki Neçə əsaslı. səviyyə olunub metalla? Biri. Biri. Neçəsi qalıb? Biri qalıb hidro, biri qalıbsa hidro deyirik. Hidro turş duz neçə mərhələdə dissosiasiya eləməlidir? 2. 2. Baxın nə alınır? Natrium müsbət, üstəgəl H2PO3 mənfi. Birini çıxarmışam bax H3PO3-dən. Bunu da hələ aralamalıyam. H2PO3 mənfini də H-ı çıxar. Yerdə nə qaldı? H-PO3 2 mənfi. Dəfə bunu aralaya bilmərəm. Elə ki, biri o bəzək kimi olan hidrogendir də. Hidro turş duzlar 2 mərhələdə elədi. Bu necə duzdur? Bir dəqiqə mən. O da Turş. turş. O da Necə turş turş mən. duz? Necə turş duz? Dihidro. Bu Dihidro. dihidrodur. Hardan bilirik? PO4. PO4, H3, PO4 Bəli. 3 əsaslıdır. Biri metalla əvəz olunub, ikisi qalıb. İkisi qalırsa dihidro. H3, PO4 hə. 3 əsaslıdır, biri əvəz olunub, ikisi qalıb. İkisi qalıbsa dihidrodur da. Dihidrolarda 3 mərhələdə olmalıdır. Natrium, üstəgəl, nə qaldı? H2, PO4, birinci mərhələdə mənfi. 3 mərhələdə eləməlidir, dihidro daha. H2, PO4 mənfini də iyonlarını parçalayıb bir dənə hidrogeni qopar. Nə qalır? H, PO4 ikinci mərhələdə 2 mənfi. HPO4-ü də 2 mənfində iyonlarını parçalayım. H müsbət, üstəgəl PO4 3 mənfi. Gördünüz? Dihidro turş duzlar 3 mərhələdə elədi. Hidro turş duzlar 2 mərhələdə. Bu da normal duzu bildik ki 1 mərhələdədir. Həmçinin hidroksi əsasi duzlar dedik 2 mərhələdə. Dihidroksi əsasi duzlar 3 mərhələdə dissosiasiya edir. İndi onu yazaq. Qurtardı mı? Hələ. Kalsiyum OH xlor. Baxın nə alınır. Turşu qalını ayırıram. Bu hidroksi əsasi duz neçə mərhələdə olmalıdır? 2. 2. Turşu qalını ayırdım. Yerdə nə qaldı? Kalsiyum OH Kalsiyum OH. müsbət. Bu müsbət mənfi olanda bu müsbət olur. Kalsiyum OH müsbəti də tamamilə kalsiyumun ayrım. Kalsiyum 2 valentlidir axı və OH da həmişə mənfi olur da. 1 valentlidir və aniondur. Hidroksi əsasi duzlar 2 mərhələdə dissosiasiya elədi. İndi məsələn yazıram ki, dihidroks olar. Alüminium OH 2 dəfə xlor. Dihidroks olar 3 mərhələdə eləməlidir. Xloru ayır. Nə qaldı? Alüminium OH 2 dəfə. Alüminium OH 2 dəfə, bu mənfidirsə bu müsbət. Alüminium OH 2 dəfədən də OH-ları ayırım. Bir dənə OH ayırım. OH həmişə mənfidir də. Nə qalır? Alüminium, nə qaldı? OH-ın birini ayırdım. OH ikinci mərhələdə 2 müsbət. İndi alüminium OH 2 müsbətdən də yenə də alüminium OH-ı tamamilə ayırmalıyım. Alüminium 3 valentlidir, üstəgəl OH da həmişə mənfidir. Deməli, duzlardan normal, qarışıq, 2 qat duzlar 1 mərhələdə, əsasi və turş duzlar mərhələli. Mərhələli odur ki, 1 olmasın da, ən azından 2-dir. Hidro turş duzlar 2, dihidro turş duzlar 3 mərhələdə eləyir. Hidroksi əsaslər 2, dihidroksi əsaslər 3 mərhələdə dissosiasiya eləyir. Aydın oldu? Sonra məsələn bizə nə verilir? Hansı iyonları bir qabda saxlamaq olar? Məsələn verilir ki, kalsiyum 2 müsbət üstəgəl OH mənfi. Kalsiyum 2 müsbət üstəgəl CO3 2 mənfi. H müsbət üstəgəl OH mənfi. Birini də yazaq. Məsələn nə yazaq? Natrium müsbət üstəgəl CO3 2 mənfi. Hansı maddələri bir qabda saxlamaq olar? Reaksiya getsin yoxsa getməsin?
Qabda saxlaması Getməsin, getməsin. getməsin. Reaksiya nə zaman axıra qədər gedir dəyişmə reaksiyalarında? Qaz, Ya qaz, ya Ya su, ya qaz, ya çöküntü. su. Üçündən hər hansı biri alınırsa ən azından o axıra qədər gedir. Axıra qədər gedirsə bir qabda saxlaya bilmərəm. Mənə deyir ki, bu ionlar bir qabda mövcud ola bilər, yoxsa yox. Kalsiumla OH birləşsə, kalsium OH qaz deyil, su deyil, deyil. və çöküntü də deyil, aktiv metan hidroksiddə çöküntü də deyil. Reaksiya getməz. Qazı çöküntü alınmır axı. Reaksiya getməz. Getməzsə bunları bir qabda saxlamaq olar. Bunu Olmaz. saxlamaq olar, yoxsa yox? Olmaz. Olmaz. Çünki CO3'lərin hamısı Çok natrium kötü. kalmin H4'dən başqa bütün CO3'lər, bütün PO4'lər, bütün S'lər, bütün silikatlar çöküntüdür. Çöküntü alınırsa deməli reaksiya gedir anlamına gəlir. Gedirsə bir yerdə saxlamaq olmaz. Bunda Çöküntü düşsə saxlamaq olmaz. O da ya qaz, olar. ya su, ya çöküntü alınırsa deməli axıra qədər gedir. Gedirsə saxlamaq olmaz. Olar. Bu Olmaz. Olmaz. olmaz, su alınır H2O. Gedək su al. Qaz, Aa, su, şöyle. çöküntü üçündən biri alınırsa reaksiya gedir. Əgər gedirsə, bunları bir yerdə saxlamaq olmaz. Bu Bir də natrium şey yoxdur axı burada. Olar. Qaz yoxdur burada. bu natriumun karbonatı. Suda həll olan maddədir. Qaz Hə, alınmır, olar, su gələn. alınmır, Olar. çöküntü alınmırsa reaksiya getmir. Cavab alınmır. Reaksiya getmir, amma bir qabda saxlamaq olar. Hə, olar. Mən çatdı nə deyirəm? Mən başa İndi düşdüm. dissosiasiya dərəcəsi nə deməkdir? Baxın ay uşaqlar, bu adi ilk anlayışlar məsələsi kimidir? Məsələn deyirəm ki, ay uşaqlar 5 mol maddədən 1 molu dissosiasiya edib. Dissosiasiya dərəcəsi neçə faizdir? Yəni 20 neçə faiz. faizi dissosiasiya 25. edir? 20. 1 5-in neçə faizidir? 25. 20. 20 faiz. Ay bala, Allah riyaziyyat müəllimə səbr versin. Sağ olun. 5-indən biri dissosiasiya edib. Neçə 20. faizdir? 20 faiz. Və yaxud 5-dən 3-ü dissosiasiya eləyir. 60. 60. Üç. 60. hə. Danışma 5-in olmaz. neçə Sən faizidir? Elə deyil, 3 5-in neçə? 3 böl 60. Yəni nəyi demək istəyirəm? Dissosiasiya dərəcəsi alfa ilə göstərilir. Dissosiasiya dərəcəsi kiçik n böl böyük n vur 100. Bu nə deməkdir? Bu nə deməkdir? Yəni Kiçik n dissosiasiya etmiş molekulların sayıdır. Böyük n ümumi molekulların sayı. Məsələn deyirəm ki, bu məhlulun dissosiasiya dərəcəsi neçə faizdir? Mən dissosiasiya eləyənin sayını 3-dür deyək ki. böləcəm hamısını. Ümumi deyək ki 5-dir. Ümumi 5-ə bölüb 100-ə vuracağıq. Hasan. Və yaxud 5-dən ikisi eləməyibsə, dissosiasiya dərəcəsi neçə faizdir? 3 böl 5 vur 100. Düz əsəbləşmə. Dissosiasiya eləyəni ümumiyə bölüb 100-ə vuracağıq da, eləməyən verilirsə mən eləyəni tapmalıyam. Çatdı nə deyirəm? Bəli. Dissosiasiya dərəcəsi bərabər dissosiasiya edəni ümumiyə böl vur 100-ə. İndi verilir ki, dissosiasiya dərəcəsi temperaturdan necə asılıdır? Hər maddədə bir cür asılıdır. İndi fikir verin. Məsələn yazıram ki, kalium OH olsun, H2SO4 olsun. Bunlar bax qüvvətli əsasdır, qüvvətli turşudur, suda həll olan duzdur. Bunlar bayaq dediyim kimi qüvvətli elektrolitlərdir, qüvvətli Bəli. əsaslar, yəni qələblər, qüvvətli turşular. Yəni H-xloro4, H2SO4, HNO3, sonra nə qaldı? H-xlor, H-brom, H3 qüvvətli turşulardır da. Və bütün suda həll olan duzlar, duzların həll olma cədvəlini yaxşı öyrənin. Yəni bütün suda həll olan duzlar qüvvətli elektrolitlərdir. Bunu bildik. Zəif elektrolitlər nələr idi? Bütün zəif turşular H2S, H2SO3, deməli H2CO3, üzvü turşular. Amma silikat və borat zəif turşudur. Zəif elektrolit deyil ha o. Onlar qeyri-elektrolitlərdir. Məsələn, qeyri-elektrolitlər nələrdir? Qazdır, bu çöküntüdür, bu qazdır, bu sudur, elə deyil. Nişasta, saxaroza, glikoza və s. Bunu öyrənəsiz evdə. İndi mənə nə deyir? Temperatur artanda, məsələn deyir ki, bunun dissosiasiya dərəcəsi necə dəyişir? Bunlardan birinin dissosiasiya dərəcəsi necə dəyişir? Bunlardan birininki necə dəyişir? Bax yazıram. Temperaturla dissosiasiya dərəcəsi artır olan hansıdır? Deyəcəm. Temperaturla dissosiasiya dərəcəsi azalır olan hansıdır? Temperaturla dissosiasiya dərəcəsi dəyişməyən olan hansıdır? Qulaq asın indi mənə. Qüvvətli elektrolit odur ki, iyonlarına yaxşı parçalanır. Məsələn, natrium OH qüvvətli elektrolitdir. Bu onsuz da iyonlarına yaxşı parçalanır. Mən buna temperatur versəm, işini ləngidərəm. Əksinə işində tormozlanma yaranar.
Belə deyək də, indi siz məsələn nə deyək? Elə bil ki, bərk qaçan adamdır. Onsuz da bu normal qaçır da. Bəli. Sən buna təkan verib biraz da təkan versən, onun sürəti oydu da. Artıq. O şey yıxılacaq, o tormozlanacaq sanki. Niyə mən? Bu şey qaçacaq. Yox, qaçmır da. Və yaxud indi bizdə şagirdlərdən bəziləri var. İndi bu videoya baxanda biləcək. Elə şagird var ki, doğrudan da yaxşı oxuyur, başı çox yaxşıdır. Amma deyir ki, yox, mən istəyirəm ki, bir günün içində Alkan da bilim, testini də eləyim, onu da eləyim, bunu da eləyim. Yıxılacaq. Hə, qrupda biləcək hansı uşaqdan geri söhbət. Yəni yaxşı da uşaqdır. Amma birdən-birə o qədər onu bunu düşünür, onu da eləyim, bunu da eləyim. Başında tormozlanma yaranır. Sizdə də nəzərində yarandığı kimi ki, yox, mən bunları buraxacağam. Onlardan blok fənlərini buraxım, hələlik onları oxuyum. Az qaldı da. Yox, vaxtımıza indi Bu onu dərs deyəcək. deyil. Hələ ay yarım var. Dayan da. Deməli, nəyi demək istəyirəm? Qüvvətli elektrolit, ay balam, qüvvətli elektrolit onsuz da yaxşı iyonlarına parçalanır. Eşidirsiniz məni? Bəli. Mən ona temperatur versəm, yaxşını pis eləmiş olacam. Yəni onsuz da yaxşı parçalanır. Temperatur verib onun işini ləngidəcəm. Yəni qüvvətli elektrolitlərə temperatur verəndə dissosiasiya qabiliyyəti zəifləyir. Dissosiasiya qabiliyyəti zəifləyir. Amma bu zəif elektrolitdir. Zəif elektrolit odur ki, iyonlarına zəif parçalanır. Mən ona təkan vermək üçün nə edə bilərəm? Temperaturu artıraram ki, biraz daha yaxşı hərəkət eləsin də, daha hərəkətli baş versin. Yəni temperatur artanda dissosiasiya qabiliyyəti hansı maddələrdə artır? Zəif elektrolit. Zəif elektrolitlər iyonlarına zəif parçalanır. Mən ona temperatur versəm, başlayacaq yaxşı parçalanmağa. Qüvvətlər onsuz da yaxşı iyonlarla parçalanırlar. Mən ona temperatur versəm, əksinə çaşbaş qalacaq ki, mən onsuz da yaxşı idim da. Mən niyə temperatur verdin ki, işlərin tormozladı. Amma hansı maddələrə temperatur verəndə dissosiasiya qabiliyyəti dəyişməz? Qeyri-elektrolitlərə, qazlardır, sudur, çöküntüdür, nişasta, saxaroza, glikoza, spirt. Qeyri-elektrolitdir də, onun başına nə oynaşırsan aç, fərqi yoxdur. İyonlarına parçalanmayacaq, dissosiasiya eləməyəcək. Qaza saç qalxır vursa. Aydın oldu nə dedim, boş-boş danışma. Çatdı nə deyirik? Deməli, temperatur artanda hansı maddələrin dissosiasiya qabiliyyəti artar? Zəif elektrolit. Zəifi də evdə öyrənəsən ki, zəif turşular deməkdir də. Temperatur artanda hansıların həll olmasa, dissosiasiyası zəifləyər. Qüvvətli elektrolit. Elə deyil, qüvvətlər də evdə öyrənəsiz. Amma dissosiasiya təsir etmir, bunlar qeyri-elektrolitlərdir. Yəni onsuz da bu cərəyan keçirmir, onsuz da yoluna parçalanmır. Nə eləyə parçalanmır. Ən son hissəsi, bunları biləndən sonra indi deyəcəyim çox asandır. Tam və qısa iyon tənlikləri. Bir dəfə izah edirəm, vaxtımız azdır. Məmmələr var əslində, siz keçə bilərim. Tam və qısa iyon tənliyi. Məsələn, deyək ki, verilir, məsəl üçün, mis 2 xlorid, üstə gəl kalium OH, alınır, mis 2 hidroksil mavi və ya göy rənglidir və kalium xlorid əmsallaşdıraq. Diqqətlə qulaq asın. Bu molekulyar tənlikdir. Molekulyar tənlik, yəni reaksiya tənliyidir. Mənə deyir, bunu tam iyon tənliyində yaz, qısa iyon tənliyində yaz. Necə yazarıq? Tam iyon tənliyi o deməkdir ki, reaksiyadakı bütün maddələri tamamilə iyonlarına parçalayım. Parçalayım, sonra qısan deyərəm. Bax, tam iyon tənliyi o deməkdir ki, iyonlarına parçalayır. Bu çöküntüdür yoxsa yox? Xloridlərdən nələr çöküntüydü? Argini və polimin xloridi çöküntüydü. Bu çöküntü deyil ki. Çöküntü deyilsə deməli iyonla parçalanacaq. Nə alınar? Mis 2 valentlidir də. 2 müsbət, üstə gəl, 2 dənə xlor mənfi. Bunu iyona parçaladıq mı? Elə deyil. Üstünə gələn. Qələvi suda həll olan əsasdır. Suda həll olursa iyona parçalanar yoxsa yox? Parçalanar. Qaz su çöküntü parçalanmır. Nə alınar? Qələvlər kalium və OH alınarmı? Bayaq yazıq da. 2 dənə kalium, 2 dənədir burada. Müsbət və 2 dənə də OH varmı? OH mənfi. İndi az aktiv metalların hidroksidləri çöküntülərdir. Çöküntü iyona parçalanar ki, parçalanmır. Olduğu kimi yazırıq. Mavi rəngli çöküntüdür. Üstə gəl. Kaliumun bütün duzları suda yaxşı həll oluraq, elə deyil. Yazarım, nə alınır? 2 dənə kalium və 2 dənə də xlor mənfi. Tam iyon tənliyi odur ki, reaksiyadakı bütün maddələri iyonlarına parçalayayım. İndi parçalanmayanı parçalamayacağım da, qazın suyu çöküntünü iyonla parçalamayacağım. Bu tamdır. Qısa iyon tənliyi nədir? Sağ və sol tərəfdə ixtisar var, eyni olan varsa ixtisar aparacağıq. İxtisardan sonraki qalan vəziyyət qısa iyon tənliyidir. Baxın,
2 dənə kalium var. Fikir ver, 2 dənə kalium var. 2 dənə xlor var, 2 dənə xlor var. Amma mis OH ki, bunlar yoxdur sağda. Deməli, qısa ion tənliyində nə qaldı? Mis 2 müsbət, üstəgəl 2 dənə OH mənfi. Nə əmələ gəldi? Mis 2 hidroksid. Bu bunun qısa ion tənliyidir. İxtisardan sonra qalan vəziyyət qısa ion tənliyidir. İndi məsələn bu reaksiya verilir, bu molekulyar tənlikdir, bu tam ion tənliyidir, bu da qısa ion tənliyidir. Bu reaksiya verilir, deyir bu reaksiya hansı ionlar arasında baş verib? Ən axırda nə qaldı? Mis və OH ionları arasında baş verib. Reaksiya verilir ki, hansı ionlar arasında baş verir, yazıb görürsünüz. Deyirsən ki, bu reaksiya bu iki ion arasında baş verir. Amma bunu yazmadan eləməyin yolunu deyim. Sabah testdə neyəsən ki, bu qədər bax, bu boydan işi eləmə. Diqqətlə baxın. Bu reaksiya hansı ionlar arasında baş verir? Nə zaman reaksiya baş verir? Ya qaz, ya su, ya çöküntü alınanda. Alınan cavaba baxıram. Deyirəm, bu həll olan maddədir. Mən buna görə bildim də reaksiya getdi. Bu alınmasaydı reaksiya getməzdi axı. Deməli, reaksiyanı hansı ionlar yaratdı? Mis ionu və OH ionu. Bu özü ionlarına parçalanmır, ha, çöküntüdür. Amma mis və OH birləşərək bunu yaradır. Gördüm də ki, birləşərək bunu yaratdı. Yazmadan hansı ionlar arasında baş verir? Ya qaz, ya su, ya çöküntü verən ionlar arasında reaksiya baş verir. Sola baxma, sağda. Buna görə getməz ki, reaksiya. Reaksiya bir dənə misdən 2 dənə OH arasında baş verdi. Aydın oldu? İndi mənə deyir ki, qısa ion tənliyindəki əmsalların cəmini tap. 1, üstə gəl 2, 3, üstə gəl 1, 4. Amma bunu yazmadan deyək. Qısa ion tənliyində ya qaz, ya su, ya çöküntü qalır da ki, bax bundan necə qaldı? Deyirəm, qısa ion tənliyində bu qalır. Bu nə deməkdir? Bir dənə mis, 2 dənə OH-la girir, əmələ gəlir bir dənə mis OH2. Qısa ion tənliyindəki əmsalların cəmi yazmadan deyək 4-dür. Yazıb da gördük ki, doğrudan da 4-dür. Hansı ionlar cütü çox olar məhlulda? Alınan cavaba bax. Bunun içində ion yoxdur axı. Çöküntü ionuna parçalanmır axı. Hansı ion cütü çox olar? Kalium və xlor ionu. Yəni reaksiya hansı ionlar arasında baş verir? Ya qaz, ya su, ya çöküntü verən ionlar arasında. Bu reaksiya mis 2 müsbət və 2 OH mənfi arasında baş verir. Qısa ion tənliyindəki əmsalların cəmi neçədir? Bir dənə mis, üstə gəl 2 dənə OH elədi 3. Alınır bir dənə mis OH2, cavab 4 eləyir. Hansı ionlar cütü çoxdur? Bunda ion yoxdur axı. Bunda. İndi məsələn sizcə bu hissə çətin olmadı? Xeyr. Məsələn verilir ki, nə verilir? Dəmir 2 SO4 3 dəfə üstə gəl 3 mol kalium OH. Nə alınır? Dəmirlə OH. Dəmir OH 3 dəfə üstə gəl kaliumla SO4 birləşəndə kalium KSO4 əmsallaşdıraq 2. Yox, qalanda düzdür. SO4-dən neçə dənədir? 3 dənədir. SO4-dən 3 dənədir. 6 dənə kalium var. Burada da 6 dənə kalium. Yazıq. Dediyin yazın. İndi yazmadan belə soruşuruq. Məhlulda hansı ionlar cütü çoxdur? Qatıdır və hansı ionlar cütü Kalium qatıdır? 2 Dəqiqə. Kalium 3K2SO4. 3K2 zad deyilmi? Bəli. Kalium və Kalium və SO4 SO4. ionları. Kalium və SO4 ionları. Axı alınan maddələrdən bunun içində ion yoxdur axı, bu çöküntüdə axı. Bildiniz nə deyirəm? Bu ionlar cütü daha qatıdır. Hansı ionlar arasında reaksiya baş verər? Dəqiqə mən 3 yox, dəqiqə. Qulaq asıram ay mənim. Yatmısan, ya qala. Mənim 2 Hansı ionlar arasında? Dəmir 2 fluor, dəmir OH 3. Hansı ionlar arasında reaksiya baş verər? Heliumla OH. Dəmir və OH arasında. 2 dəmir, məmir, feyzat demirsən. Hı. Deyirsən dəmir 3 müsbət, dəmir 3 valentisi də burada və OH mənfi ionlar arasında reaksiya baş verər. Bu reaksiyada qısa ion tənliyindəki əmsalların cəmi neçə olacaq? Yazmadan istəyirəm deyəsiz. 6. 7. 5. Niyə? 5, 1, 2. 5 niyə? Bir dənə dəmir, bir dənə dəmir. 3 dənə Üstə OH. gələ 3 dənə OH, 4. 4, əmələ gəlib bir dənə dəmir OH. 5. Hə, mola kim ona görə bax. 5, yox. Hə. 2-lər gedir. İndi yazıb göstərəcəm. Sən maddənin özünə bax. Bir dənə dəmir, 3 dənə OH, bir dənə dəmir OH çalınır. Gəl yazaq, tam yazaq. Sulfatlardan hansılar çöküntülərdir? SO4. Kalsiyum, stronsium, Barium, barium, argentium, Plümbüm. plümbüm. Dəmirin adını çəkdik. Xeyr. Deməli bunu ionla parçalayım yoxsa yox? parça. Suda həll olur axı. Bəli. Nə alınır? 2 dənə Ferrin, dəmir, 2 dənə dəmir. Dəmirin valentliyi neçədir? 3 müsbət. Üstə gəl. Neçə dənə SO4 var? 3 dənə. 3 ədəd. 3 dənə SO4 var. SO4-ün yükü
İki 2 mənfi. mənfi. Üstə gəl. Qələvit isə suda həll olur. Deməli, iyona parçalanar da 6 dənə kalium. Kalium. Üstə gəl. 6 6 dənə H. OH OH. mənfi. Gələ bura. Az aktiv metan hidroksid çöküntüdür. Söküntüdürsə. Nə olacaq? Olduğu kimi qalır da 2 İki dəmir dəmir. OH 3 dəfə iyonla parçalanmır. Amma kaliumun bütün dozu suda həll olur. Neçədən kalium alınır? 5, 6. 6 dənə kalium üstə gəl. Neçədən SO4 alınır? 3 dəmir. 3 dənə SO4. Bax 6 dənə kalium 3 dənə SO4. Gedir. 6 dənə kalium 3 dənə SO4 getdi. Yerdə nə qaldı? 2 dənə dəmir 3 müsbət üstə gəl. 6 dənə OH mənfi alınır. 2 dənə dəmir OH 3 dəfə. Hamısı 2-yə ixtisar gedəndə bu qaldı. Qısa yön tənliyindəki əmsalların cəmi 5 imiş. Yazmadan da bilmək olardı. Amma bir də var bizə deyir ki, hansı reaksiyada tam iyon və qısa iyon tənlikləri üst-üstə düşür. Bu bilirsiniz nədir? İxtisar getmə olmasın. Məsələn yazıram ki, bax, natrium oksid üstə gəl su. Alınır natrium OH. Bu molekulyar tənliyimizdir, bildiyimiz tənlik. Bəli. İyonlarını parçalayaq. Biz oksidlərin iyonların parçalanmasından danışdıq bəyəm. Xeyr. Əsasdan danışdıq, turşudan, duzdan. Oksid haqqında danışmamışıq ki. Olduğu kimi yazıram, bax tam iyon tənliyini. Olduğu kimi. Su bəyəm iyonlarına parçalanır ki, Xeyr. qaz, su çöküntü iyonuna parçalanmıraq, qaldı. Əmsallaşdıram. Suda həll olan əsas iyonlarına parçalanır. Xeyr. Niyə ki, suda həll olan əsas, suda həll olan Hə, turşu, suda suda həll suda olan həll olunca duzlar. bəli parçalanır. 2 natrium müsbət üstə gəl 2 dənə OH mənfi. Yox. Görün sağ və solunda eyni olan bir şey var. Hələ ağarsa. Eyni olan bir şey var. Bir dəqiqə. Yoxdur. Yoxdur. Deməli bunun elə qısa iyon tənliyi də budur da, ixtisar getmə yoxdur. Yəni desək hansı reaksiyada tam və qısa iyon tənliyi üst-üstə düşür. Yəni bir-birinin eynisidir də. Deyirəm ki, sağ və solunda ixtisar getmə olmayan reaksiyalarda qısa və tam iyon tənlikləri eyni olur. İxtisar getmər ki, fərqli bir şey alınsın. Çatdı nə dedik? Bu da belə. Bu görüm nəyimiz qaldı. Heç nə, tam və qısa iyon tənliyi bunların hamısından izah verdik. Yaddan çıxas heç bir şey olmadı, yox. Ancaq testləri işlədikcə biləcəyik ki, nəyi bildi, nəyi ola bilər, nəysə yaddan çıxdı demədiyimiz testlər üstündə biləcəyik. Məncə biz burada